Ömrümdə bir dəfə deməli buradan keçdim, o da belə oldu. Aydındır. Siz niyə piyada zolağından istifadə etmirsiniz? Öz həyatınızı təhlükə altına atıb, digər hərəkət iştirakçıları, nəqliyyat vasitələri üstündə təhlükə yaradırsınız. Sizdən xahişimiz odur ki, bacardığınız qədər piyada keçidlərindən istifadə eləyəsiniz. Həm öz təhlükəsizliyinizi qoruyasınız, həm də ki, gələcəkdə olan cərimələrdən yayınasınız. Mən Sumqayıt şəhər İcra Hakimiyyətinin könüllüsü Musayeva Ayşən, Sumqayıt şəhər İcra Hakimiyyəti və polis idarəsi ilə birlikdə fəaliyyət həyata keçiririk. Xahiş edirik, gələn dəfədən piyada keçidlərindən istifadə edəsiniz. Müslüm müəllim, sizə inzibat protokol yazılmalıdır. Sumqayıt şəhərində yol hərəkəti qaydalarına əməl olunması istiqamətində keçirilən maarifləndirici kampaniya artıq inzibati tədbirlərlə müşayiət olunur. Hal-hazırda bir 20-25 metr məsafədə sizdə yol hərəkətinin pozduzda, düzdür, amma orada yol keçidi var. Yəni bundan siz narahat olmamalısınız, daha da sevinməlisiniz ki, gələcəyimiz maariflənir, insanlarımız maariflənir. Piyada zolağından keçməyə əvəzinə 20 metrə məsafədən keçirsiniz. Siz özünüzə də təhlükə yaradırsınız, sürücülərə də təhlükə yaradırsınız. Piyada vurmalar belə şeydən yanarır. Biraz irəlidə piyada zolağı var. Burada yolun hərəkət hissəsidir. Yəni nəqliyyat vasitələrinin intensiv hərəkəti var. Bununla öz həyatınızı təhlükə altına atırsınız. İcra Hakimiyyəti və yol polislərlə birlikdə əməkdaşlıq edirik. Xahiş edirik, gələn dəfədən piyada zolağından istifadə edəsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, bu sizin öz həyati təhlükəsizliyinizdən ötürü keçirilir. Siz belə getməklə öz həyatınızı və digər sürücülərin həyatını təhlükəyə atırsınız müəllim. Sumqayıt şəhər İcra Hakimiyyəti və polis idarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində piyada keçidlərindən istifadə etməyən bir sıra sakinlərə cərimələr tətbiq edilir. İcra Hakimiyyətinin əməkdaşları, polis idarəsinin əməkdaşları ilə bərabər sizi maarifləndirmək üçün buradayıq. Hansı ki, siz öz sağlamlığınız və digər vətəndaşların sağlamlığı üçün piyada keçidindən istifadə edə bilərsiniz. Xanım, bax, piyada zolaqları 10 metrə qabaqda var. Zəhmət olmasa piyada zolağından keçin. Siz özünüzə də təhlükə yaradırsınız, digər sürücülərə də təhlükə yaradırsınız. Ətrafınızdakı insanlara, yaxın ailə üzvlərinizə bir xəbərdar edin, bildirin ki, piyada keçidi olan yerdən keçmək qadağandır. Gənc könüllülərin iştirakı ilə şəhərin müxtəlif ərazilərində maarifləndirici söhbətlər aparılır, vətəndaşlara qaydalar izah olunur. Yəni məlumatınız olsun Kənan bəy, qanunvericiliyə əsasən sizə protokol tərtib olunmalıdır, piyada zolağından istifadə etmədiyiniz üçün. Elvin Qudratov, Şəmsistan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.